أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم بسم الله الحمد لله والصلاة والسلام على رسول الله رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من lisani yefqahu qawli. İmam Şafii'nin fəzilətiyle bağlı kısa bir şey zikr edeceğim. İmam Şafii Muhammed bin İdris Əş-Şafii, 4 imamın birisi ve həmçinin Əhl-i Beytdən olub. Əslən İmam Şafii rahimehullah. Qale Əbu Hatim İbn Hibban fi sahihihi. Əbu Hatim İbn Hibban öz səhihində rəvayət edir buna. Min mənaqibil İmam-ı Şafii. İmam Şafii'nin mənaqiblərindən. Mənaqib yəni üstünlükləri, fəzilətləri. Deyir ki, başlıq olaraq Sələsə kəlimət mə təkəlləmə bihə əhədun fil-İslam qablə Şafii rahiməhullah. 3 kəlmə var ki, o kəlməni İslamda İmam Şafii'dən qabaq heç kim deməyib. 3 kəlmə var ki, İmam Şafii'dən öncə bunu heç kəs deməyib. Deyir ki, Şafii rahmetullahi aleyhi sələsə kəlimət mə təkəlləmə bihə əhədun fil-İslami qabləhu və lə təfəvvəhə bihə əhədun ba'dəhu illə vəl-mə'xəz fiyhə kənə anhu. 3 kəlmə vardır ki, İmam Şafii'dən öncə İslamda o sözü heç kim deməyib. Ondan sonra kim deyibsə, demək ki, onun kökü ilə İmam Şafii'yə aiddir. İslamda belə bir şey var. Əgər bir şey kim ilk ortaya qoyubsa, ona nisbət edilməlidir. Mən dərs etmişdim bu barədə. Yəni, əgər bir şeyin ilkini kimsə edibsə, ona qayıdır. Misal üçün, İmam Şafii'nin kitabı var, adı Ər-Risələdir. Hicrətin 204-cü ilində bu kitab ortaya çıxıb. Usul-u fiqh elminin əslini qoyub o kitabda. İmam Şafii'dən sonra onu heç kim qoymayıb. Qabaq. İmam Şafii'dən öncə elə bir kitab heç kim yazmayıb. Və İmam Şafii'dən sonra usul-u fiqh elmində yüzlərlə, minlərlə, 10 minlərlə kitab yazılıb. Usul-u fiqh elminin üzərində mədrəsələr qurulub. İndi İslam coğrafiyasında, Ərəb dünyasında universitetlərdə usul-u fiqhin fakültəsi var. Şəriət doktorları var, usul-u fiqh üzrə təhsil alan 10 minlər, 100 minlər. Ancaq hamısının kökü hara gedir çıxır? İmam Şafii'yə çıxır. Niyə? Çünki kökünə qoyub. Və İmam Şafii kökünü nəyə dayanaraq qoyub? Təbii ki, kitab və sünnətə. Kitab və sünnətdən çıxardı, bu elmin kökünü qoyub. Usul-u fiqh nədir? Fiqh bilirsiniz nədir? Fiqh halalı haramı, əhkamı öyrədən bir elmdir. Nə vacibdir, nə haramdır, nə halaldır, nə məkruhdur, nə şərtdir, nə sıxhatdır, nə fəsaddır. İslamda 10 dənə hökm var. 5-inə təklifi deyirlər, 5-inə vədəi deyirlər. Təklifi yəni mükəlləf edən hökm. Vacib, namaz vacibdir kimə? İnsana. Donuz əti haramdır kimə? İnsana. Tutaq ki, sünnət namazı müstəhəbdir kimə? İnsana. Hər hansı bir əməl məkruhdursa, o məkruhiyyət kimədir? İnsana. Hər hansı bir şey halalsa kimə? İnsana. Bir də var vadi hökm. Yəni öz-özlüyündə bir hökm deyil, lakin hökmü tamamlayan hökmdür. Dəstəmaz namazın şərtidir. Şərtdir. Və yaxud da səbəb də bir hökmdür. Misal üçün, məğribin vaxtı, məğrib qurub sözündən də günəşin batması. Oruç tutan iftarını açır. O günəşin qurub etməsi səbəbdir, o bir hökmdür. Ki, bu ibadət ona bağlıdır. Bu barədə kitab yazıb. Usul-u fiqh, yəni fiqhin əsilləri. Quran və sünnəti oxuyanda, fəqih buradan hökm çıxardanda, onun qaydasından istifadə etsin, çıxarsın. Elə bir ki, bir ustadır, mühərrik ustasıdır. Mühərriki sökür yığır, ancaq əli yalındır. İmam Şafii ona birdən başlayıb, misal üçün, 200-ə qədər rəqəmdə açar düzəldir, verib ki, alaba açarla işdə gidən. Hər açarın özünün öz yeri var da, uyğun düşsün deyə. Usul-u fiqh, yəni fiqhin usulunu qoyub. Usul-u fiqh alimi fətva vermir. Fətvanı fəqih verir. Usul-u fiqh alimi fətva verənə fətvanı necə verəcək və kitab və sünnətlə necə müamilə edəcək,
oradan hökm çıxartmağın yollarını öyrədir. Belə bir tərifi də var usul fiqh barəsində. Usul kitablarında deyilir ki, Əl-Qavaidul əmmə, Əl-Qavaidul əmmə, qavaid qaydadır, qayda sözünün cəmidir, ümumi qaydalar. Əl-Qavaidul əmmətulləti təstəxdimu fil istinbətil əhkam-ı şər'iyyə min ədillətihə təfsiliyyə. Təfsilatlı dəlillərdən, yəni Quran və sünnətin dəlillərindən istinbat edərək oradan hökm çıxardan vaxtı istifadə edilən qaydaların ümumi adıdır. Yəni Quran və sünnətdə sən öz başına girib oradan hökm çıxardan bilməzsən. Qayda ilə yanaşmalısan. O da böyük bir elmdir. O qaydaların özü də Qurandan çıxır. Misal üçün, qaydanın birisi ən adi, ibtidai sıravi bir qayda. Quran-ı Kərimi oxuyursan, Allah Subhanahu taala deyir ki, aqimus salət, namaz qılın. Kimə deyir bunu? İnsanlara, müsəlmanlara. Aqimus salət, namaz qılın. Aqimu ərəb kəlməsidir. Əqama, yuqimu, iqamə, icra etmək deməkdir. Allah Subhanahu taala aqimu deyir, əmr edir. Lakin təkə yox, cəmə əmr edir. Aqim salət demir, namaz qıl. Aqimus salət, namaz qılın. Namaz fərzdir. Deməli, bu ayət namazın fərziyyətini göstərir. Lakin bu ayətin içərisində namazın fərziyyətinə dəlalət eləyən nöqtə harasıdır? Aqimu ərəb dilində əmr edir. Allah bir şeyə əmr edirsə, o fərzdir. Və buradan da bu ayətin özündən də bir qayda çıxardır. Adını da qoyur ki, əl-əmru yəqtədi əl-vücub. Əmr vaciblik bildirir. Əmr vaciblik bildirir. Əmri Allah edir, demək ki, vacibdir. Lakin həmişə belədir, yox. Əgər başqa bir dəlil tapsa ki, ərəb dilində əmr şəklində Allah bildirsə də, lakin başqa bir dəlil var ki, o müstəhəblik bildirir, ona qərinə deyilir, o da başqa bir qaydadır. Minlərlə belə qayda var. Usul-u fiqh elminin mövzusudur. Alim ictihad edəndə Qurandan və sünnətdən o qaydalarla edir. Yəni, belə açıb qabağına qoyur, oxuyum, bu budur, yox. Çoxlu belə qaydalar var. Demək, bu elmin kökünü qoyub İmam Şafii. Risalə kitabında usul-u fiqh elminin kökünü qoyub. Bu elm ona bağlıdır. İlkini o edib. Və onun üçün də İslamda əgər bir şeyin bir insan ortaya qoyubsa, onun adına yazılmalıdır. Yəni, kimsə çıxa deyək ki, bunu mən eləmişəm, doğru bir şey deyil. Və deyir ki, Əbu Hətim İbn Hibban öz səhiyində 3 kəlmə vardır ki, İslamda onu 3 dəfə İmam Şafii deyib, ondan qabaq heç kim deməyib. Ondan sonra onu kim deyirsə, deməli İmam Şafii'dən götürüb. İndi belə bir sual ortaya çıxa bilər. Bir cahil adam deyə bilər ki, nətər, yəni İslamda söz yox idi. İmam Şafii 3 dənə söz dedi. Təbii ki, onun dediyi söz kitab və sünnətə uyğundur. Yəni İmam Şafii ortaya bir elm qoyub. O elm bidətdir. Peyğəmbərin vaxtında usul fiqh yox idi. Lakin var idi. Harda Nassa idi. Nassan çıxartdı o elmi. Kitab və sünnətdən çıxartdı əməl elmi. Birinci ihdəhə səmi'tu İbn Xuzeymətə yəqul səmi'tul Muzaniyyi yəqul. Deyir ki, İbn Xuzeyməni eşitdim ki, belə deyir. O da Muzanidən eşidib. Muzani deyir ki, səmi'tu Şafii yəqul. Eşitdim Şafiinin belə dediyini. İzə sahhə ləkumul hədis ən Rasulillah sallallahu aleyhi ve sellem fəxuzu bihi və da'u qavli. Əgər hər hansı bir səhih hədis sizə gəlib çatdısa, Allah Rəsulunun nə deyibsə onu götürün, mənim sözümü buraxın. Bu məşhur sözdür, bütün alimlər deyirlər. Lakin ilk dəfə İmam Şafii deyib. Əgər sizə bir hədis gəlib çatıbsa, onu götürün və da'u qavli, mənim sözümü buraxın. Nə deməkdir? Bu, yəni alimdir, nəsə ictihad edir. Nas çatmadığına görə bir söz deyə bilər. Lakin nas gəlib çatdıqda söz batıl olur. Demək, həm də bu bir qaydadır. Bu söz bir qaydadır. Usul fiqh elmində də bu bir qaydadır. Qayda ondan ibarətdir ki, lə ictihadə fi məvarid ən-nas. Nas olan yerdə ictihad yox olur. Yəni, nəyə bənzəyir? Təyəmmüm bədəl bir hökmdür.
Lakin su tapılana qədər, su tapılanda təyammüm artıq öz-özünə yox olub gedir. Təyammüm itir həmən an. İslamda bir söz demək olar, ictihad eləmək olar, icazəlidir qiyamətə qədər. Lakin ictihadın əksinə ortaya bir nas çıxdıqda o ictihad artıq öz qüvvətini itirir. İki ictihad olduqda heç birisinin üzərinə hüccət deyil. Bu da başqa bir qaydadır ki, əl-ictihad la yanqud bi misli. İctihad öyle kimi bir ictihadla pozulmur. Misal üçün, təyammüm var, qara torpağını almırsan. Sarı torpaq tapılanda olsa pozulmayacaq. İki də torpaqdır. Təyammümün, adı su tapılanda pozulacaq. Sənin təyammümün var, su tapılanda pozulacaq. İmam Şafiinin bir ictihadı var, İbn Teymiyyenin bir ictihadı var. Biri digərinə üstündür, yox, ikisi də ictihaddır. İkisinin adı eynidir, hökmü də eynidir. Lakin nas çıxsa ikisi də pozulacaq. Ancaq nas çıxmasa ikisi də ictihad olaraq qalır. Və bu sözün təfsiratı təxminən bundan ibarətdir. Deyir ki, İzə səhhə ləkum əl-hədis fəxuzu bihi və də'u qavli. Hədis səhih olaraq yetişsə, ona əməl edin, sözünü buraxın. Şafi'de İbrahim Allah işte bu sözü. Və səniyə, ikinci söz. Əxbərəni Muhammed ibn-i Munzir bin Sa'id. Deyir ki, Muhammed bin Munzir bin Sa'id mənə xəbər verdi. Anil Həsən bin Muhammed Sabbah əz-Zəfərani. Bu adamla Muhammed bin Həsən bin Muhammed Sabah əz-Zəfəranidən qal. Dedi ki, Səmi'tu Şafi'i yəqul. Şafini belə deyən eşitdim. Mə nəzərtu əhədən qattu fəəhbəbtu ən yuxdiə. İmam Şafinin tarixdə çoxlu münazirələri var. Cürə-bədürə bidət əhli, inhiraf əhli olan firqələrlə münazirələri var. Lakin o münazirə elədikləri ilə bağlı, münazirələri ilə bağlı İmam Şafii deyir ki, rahiməhullah, kimlə münazirə etdimsə, mən istəyim, yəni, o olub ki, adam xəta etsin. Nə deməkdir bunun mənası? Yəni, din barəsində kimlə münazirə edirəmsə, etmişəmsə, mənim niyyətim o olub, istəyim o olub ki, o xətəkar çıxsın sonunda, yəni kafir çıxmasın. Başqa bir söz də var İmam Şafiinin. Deyir ki, elə münazirə edəndə elə et ki, bilirsənsə, əgər onu edə biləcəksənsə və qarşında olanı da elə qarşıva al ki, elə et ki, o münazirədən sonra küfrə girməyəsiniz. Bunun faydası nədir? İmam Şafiinin bu sözü. Yəni, insanlara xeyir istəyir. İndi insanlar nədə istəyir ki, danışım axırda onu kafir çıxardım. Qalib gəlim ona. Subut eləyim ki, sən küfürdəsən, qanmırsan, qanmazsan, heç nə bilmirsən, savadsızsan. Adamlar belə də, insanın içində belə bir şey var. İstəyir ki, başqasından üstün olsun. Bu şeytanlı bir haldır. Bu kibirdir, qururdur bu. Azğınlıqdır, başqalarına şər istəməkdir. İstəyir danışım axırda onu kafir çıxardım. Düzdür? Ancaq imam, alim, Rəbbani alim deyir ki, kimlə münazirə etdimsə, əhbəbtu sevmək, istəmək. Yəni, içimdən gələn oydur ki, axırda xəta ilə çıxsın. Xəta etin çıxsın da. Yəni, elə bir şəriətə, kitab və sünnətə xilaf olan elə bir fikirdə olsun ki, o fikir heç olmasa, elə eləyək ki, axırda xətəkar çıxsın da, kafir çıxmasın, mürtəd olmasın, müşrik olmasın. İndi insanlar belə deyil, təbii ki, belə deyil. Qətiyyən belə deyirlər. Hamı istəyir ki, bir-birinə, nə ortada bir söhbət açılsın, istəyir ki, cəhənnəmlik olsun, kafir olsun. Deyir ki, İmam Şafii rahiməhullah, Mə nəzərtu əhədən qattu fəəhbəbtu ən yuxdiyə. Kimlə münazirə etdimsə, istədim ki, xətakar çıxsın axırda. Bunu da ilk İmam Şafii deyib bu sözü. İmam Şafii'dən sonra bunu elm əhli deyib, təbii ki, deyiblər. Deyiblərsə ancaq birincisini İmam Şafii deyib bu sözün. Və səlisətu, üçüncü söz. Səmi'tu Musa, bunu kim deyir? Əbu Hatim İbn Hibban və Səhiyində deyir ki, Səmi'tu Musa ibn Muhammed Əd-Deyləmi, Musa ibn Muhammed Əd-Deyləmini eşitdim bil Antakiya. Antakiya Türkiyədədir, Hatay. Antakiya Şamdan hesab edilir, Şam ərazisidir. Ora fəzilətli yerdir. Yasin surəsində qissə
Həmən o Antakiyada cərəyan edib. İsa Aleyhisselamın həvariləri ora gəlib. Və İslam tarixində oradan böyük elm adamları, alimlər çıxıb, elm mərkəzi olub Antakiya. İndi həmən yeri Antakiyada deyirlər, Hatayda deyirlər, Türkiyənin ərazisindədir. Deməli, bu imam deyir ki, Musa bin Muhammed Əd-Deyləmidən Antakiyada eşitdim. Deyir ki, Səmi'tu Rabi bin Süleyman yəqul. Həmən adam deyir ki, Musa bin Muhammed Rabi bin Süleymanı belə deyən eşitdim. Səmi'tu Şafii yəqul. Həmən bu adam deyir ki, Şafiini belə deyən eşitdim. Vadattu ənnən nəsə təəlləmu həzihil kutub və ləm yansubuhə iləyyə. Deyir ki, vadattu sevirəm, istəyirəm, yəni arzuluyuram. Yəni elə bil deməkdir, kaş ki belə olaydı. İnsanlar bu kitablardakı elmi öyrənərdilər, yəni öz kitablarını deyir, öz elmini. İnsanlar bu kitablarda olan elmləri öyrənəydilər. Lakin o kitablarda olan elmin heç bir yeri, heç bir şeydə adı mənə mənsub olmazdı. Yəni gizli qalardı. Təbii ki, qalmayıb. Allah Subhanahu taala İmam Şafiinin adını uca edib hər yerdə, bütün İslam coğrafiyasında. Milyonlarla insan onu təqlid edib indiyə qədər. Bundan sonra təqlid edəcəklər. Lakin bu imamın bu sözü, ilk bunu İmam Şafii deyib bu sözü də. Yəni bu da insanın təvazökarlığını göstərir, ixlasını göstərir. İnsanlar bir iş görəndə istəyirlər ki, hamının gözünə soxsunlar. Mən elədim, mənimdir, mən yazmışam, mən tikmişəm, mən qurmuşam. Ancaq İmam Şafii deyir ki, istəyərdim ki, bu kitabda olanlar elmi, bu kitablarda olan elmi insanlar öyrənsinlər, ancaq mənim adıma yazılmasın. Bu da alimin ixlasının, təvazökarlığının göstəricisidir. İndi insan bir dənə gedir, bir vərəqə 2 dənə yazı yazır, deyir, mən yazmışam. Altına da yazır ki, filan kəsə, filan kəs. Mən tərcüm eləmişəm, mən yazmışam, mən danışmışam. Sən nə eləmişsən ki? İmam Şafii müctəhid imam olub. Elmdə insanın çata biləcəyi nə yer varsa, hamısına çatıb. Məzhəbi var, insanlar onu təqlid edirlər. Məzhəbin üzərinə dövlətlər qurulub İslam tarixində. 4 dənə əhl-i sünnətin məzhəbindən birisinin banisidir. Lakin deyir ki, mən istəyərdim ki, insanlar bu elmi öyrənsinlər kitablarından, lakin mənim adıma yazılmasın heç birisi. Yəni, mənim adım olmasın. Təbii ki, onun istədiyi olmayıb, ancaq istəyib bunu. Və bu sözdə ilk dəfə İslam tarixində İmam Şafiiyə aid. İmam Şafiidən sonra bu sözü kim deyibsə, məxəz, yəni götürülən yer, İmam Muhammed ibn İdris Əş-Şafiiyə aiddir. Bu İmam Şafiinin mənaqibidir, bu 3 dənə mənaqib. Əhl-i sünnə və cəmaat, əhl-i sünnət alimləri vəfalıdırlar, ədalətlidirlər, hər bir şey yerinə qoyurlar. 3 sözü belə tapırlar ki, bu ilki imama aiddir, onu da kitablarda qeyd ediblər, yazıblar ki, bu 3 dənəsiz filan kəsin sözüdür. Yəni, elmin də oğurluğu, sözün də oğurluğu oğurluqdur. Elmin kökünü kim qoyubsa, sözün ilkin kim deyibsə, həmən insana aiddir şəriyyətlə. Subhanəkallahumma bihamdika əşhədu ən la ilahə illə ənt, əstəğfiruka və etûbu ileyk.